Yuxuda ana görmək ümumiyyətlə xeyirli və müsbət yozulan yuxulardan sayılır. Ana şəfqət, qayğı, himayə və sevgi rəmzi kimi qəbul edilir. Lakin yuxunun detalları onun mənasını daha dəqiq müəyyən etməyə kömək edir. Gəlin, müxtəlif hallarda yuxuda ana görməyin mümkün yozumlarını araşdıraq. 1. Sağ və ya vəfat etmiş ananı görmək. Sağ olan ananı yuxuda görmək. Bu, insanın hazırda həyatında təhlükəsizliyə, sevgi və dəstəyə ehtiyacı olduğunu göstərə bilər. Əgər ana yuxuda mehribandırsa, bu, yaxşı xəbərlər alacağınıza və ya rifahınızın artacağına işarədir. Vəfat etmiş ananı görmək. Ananız sağdırsa və onu yuxuda ölmüş görmüsünüzsə, bu, dəyişikliklərə, bəzən isə həsrət və nostaljiyə işarə edə bilər. Əgər ana həqiqətən vəfat edib və yuxunuza girirsə, bu, onun ruhən sizə xəbərdarlıq etməsi və ya sizi qoruduğunu bildirə bilər. 2. Ana ilə danışmaq. Əgər yuxuda ananızla mehriban söhbət edirsinizsə, bu, həyatda rahatlıq və dəstək tapacağınıza işarədir. Ananız sizə nəsə xəbərdarlıq edirsə, bu, real həyatda diqqətli olmağınız lazım olduğunu bildirə bilər. Ana ilə mübahisə etmək isə, daxili narahatlıqların və ya real həyatda ana ilə münasibətlərdə müəyyən problemlərin əks olunması ola bilər. 3. Ağlayan ana görmək. Bu, insanın həyatında yanlış seçimlər edə biləcəyinə və ya ananın narahat olduğu bir məsələ ilə bağlı xəbərdarlıq anlamına gələ bilər. Ağlayan ana həm də vicdan əzabı çəkməyə və ya həyatınızda bəzi məsələləri yenidən dəyərləndirməyə ehtiyac olduğunu göstərə bilər. 4. Gülən və xoşbəxt ana görmək. Bu, həyatınızda uğurların, gözəl hadisələrin baş verəcəyinə işarə edir. Əgər ananız yuxuda sevinirsə, bu, real həyatda sizi gözəl günlərin gözlədiyini göstərə bilər. 5. Ananı ölmüş görmək. Əslində sağdırsa, bu cür yuxular insanı qorxuda bilər. Amma çox vaxt belə yuxular dəyişikliklərə, yeni bir mərhələyə keçidə işarə edir. Ananı ölmüş görmək bəzən ailə münasibətlərində bir dönəmin bağlanmasını və ya yeni bir başlanğıcı göstərə bilər. 6. Ana tərəfindən qucaqlanmaq. Ana tərəfindən qucaqlanmaq və ya onun sizi bağrına basması, həyatınızda ehtiyac duyduğunuz sevgi və dəstəyi tapacağınızı göstərir. Eyni zamanda bu, güvən hissinin güclənməsinə də işarədir. 7. Ananı xəstə görmək. Bu, ailə ilə bağlı narahatlıq hisslərinə, ananıza daha çox qayğı göstərməli olduğunuza dair bir işarə ola bilər. Eyni zamanda daxili qorxularınızın əks olunması da mümkündür. 8. Ananı evdə görmək. Əgər yuxuda ananız evinizdədirsə və hər şey normaldırsa, bu, ailədə harmoniya və rahatlıq olduğunu göstərə bilər. Ananızın evinizə gəlməsi isə gözəl bir xəbər almağa işarədir. Ümumi nəticə. Yuxuda ana görmək adətən müsbət yozulan bir yuxudur. Əgər ana mehriban və sağlam görünürsə, bu, rifah, xoşbəxtlik və müsbət dəyişikliklərə işarə edir. Əgər ana narahat və ya xəstə görünürsə, bu, həyatınızda diqqət etməli olduğunuz məsələlərə işarə edə bilər. Əgər yuxunuz sizi narahat edirsə, onu xeyrə yozmaq və mümkün qədər pozitiv düşünmək məsləhətdir. Çünki yuxular insanın daxili dünyasının və duyğularının əksi kimi də qəbul olunur. Belə videoların davamı üçün kanala abunə olmağı unutmayın.